Excel-də iş kitabına yeni iş vərəqlərinin əlavə edilməsi üsullarına aid deyil. Klaviaturadan Shift F11 düymələr kombinasiyasının basılması iş kitabına yeni iş vərəqi əlavə edir. Yəni bu doğru fikirdir. Insert tabının SalesLens qrupundan istifadə etmək. SalesLens qrupundan yeni iş vərəqi əlavə etmək olur. Amma bu Insert tabında deyil. Bu Home tabındadır. Yəni bu fikir doğru deyil. Bunu götürəcəm. Klaviaturadan Ctrl-N düymələr kombinasiyasının basılması. Bu yeni bir iş kitabı yaradır. Bu kitaba yeni iş vərəqi əlavə etmir. Bu aid deyil, bunu da götürürəm. Vərəqin kontekst menyusundan istifadə etməklə yeni vərəq əlavə etmək olar. File menyusunun New əmrindən istifadə etmək. Bu da yeni iş kitabı yaradır. İş kitabına yeni vərəq əlavə etmir. Bu yanlış cavabdır. Bunu da götürürəm. Kitabın aşağı hissəsində vərəqlərin adının sonunda yerləşən New Sheet düyməsinin basılması, bəli, bu doğrudur. Vərəqdən sonra bu plus işarəsi New Sheet düyməsidir. Bura basdıqda yeni iş vərəqi əlavə olunur. Bu doğrudur. Biz yanlış olanları götürməliyəm. Yanlış olanlar 2, 3 və 5-dir.